Salam, uşaqlar. Rabitə mövzusunun 18-ci sualından başlayırıq ardın yazmağa. Yeni test toplusunda biz işləyirdik 2025-ci il nəşrindən. Səhifə 73-dən başlamışıq. Kovalent rabitənin xassələri, orbitalların hibridləşməsi. İndi də biz başlayırıq həmin bölmənin 18-ci sualına. Deyir, hansı birləşmələr sp hibrid halındadır? Hibridləşmə mövcuddur. Hibrid orbitalı mövcuddur. sp hibrid orbitalı nə deməkdir? S-də bir dənə, P-də bir dənə, 2 hibrid orbitalı var. 2 hibrid orbitalı olanda qısa yazırıq. 180 dərəcəli bucaq var. 180 dərəcəli bucaq xətti quruluşdur. Birinci yazılıb burada eten və ya etilen C2H4 və bir də bor, florid yazılıb. Eten alkenlərin iç nümayəndəsidir. Alkenlər alifatik doymamış karbohidrogenlərdir. Bor, florid də bor 3-cü qrupun A yarım qrupuna aiddir və 3-cü qrupun A yarım qrupunda yerləşən elementlər adətən birləşmələrdə sp2 hibrid halında olur. Nəzəriyyədə orada belə bir hissə var ki, sp2 hibrid halında olur. Niyə? Ona görə ki, 3-cü qrupun axırıncı təbəqəsində, xarici elektron təbəqəsində borun, xarici elektron təbəqəsində S-də 2, P-də 1 elektron var. S-in 1 orbitalı var, antiparalel 2 elektron və P-də orbital 3 dənədir. Cütləşməmiş 1 elektron var. Bir cütü var, bir də cütləşməmiş elektron var. 3-cü qrupdakı elementlər bir dəfə həyəcanlana bilər. Ona görə ki, axırıncı təbəqədə bir cüt elektronu var. Həyəcanlanma nəticəsində S-dəki elektronlardan biri P-nin necə orbitalına keçir? Boş orbitalına keçir və nəticədə S-də 1 elektron, P-də də 2 də elektron qalır. S-də 1 elektron həyəcanlananda 3-cü qrupun A yarım qrupundakı elementlər bir dəfə həyəcanlanır. S-də 1, P-də 2 elektron qalır. O S-dəki elektron və eləcə də P-də 2 elektron enerjiləri bir-birindən az fərqlənən müxtəlif formalı orbitalların hibridləşməsi nəticəsində 3 hibrid orbital əmələ gəlir. Hibridləşmənin növü isə sp neçə olur uşaqlar? 2 hibrid vəziyyətində olan 3 hibrid orbital əmələ gəlir. 3 hibrid orbitalı əmələ gələndə borun, baxın 3 hibrid orbitalı var. Çünki bor 3-cü qrupa aiddir. sp2 hibrid vəziyyətindədir. Borla flor arasında burada 3 dənə sigma rabitə var. sp2 hibrid vəziyyətində olanda burada bucaq 120 dərəcəli bucaq olur. Müstəvi 3 bucaqlısı olur. Müstəvi, baxın 3 bucaqlı. Müstəvi 3 bucaqlı olanda neçə dərəcəli bucaq olur burada? 120 dərəcəli bucaq olur. Bütövlükdə baxanda, diqqətlə fikir verəndə 120, bura 120, bura 120 olanda 360 dərəcə. Və həmin A bəndində eten var. Eten alkenlərin homoloji sırasının ilk nümayəndəsidir. Və etende karbonun valenti 4'dür. 2 karbon atomu var. İlk nümayəndə eten və etilendir. Burada rabitənin biri sigmadır, biri nədir? Pi'dir. Pi'ni yaradan pp elektronlardır. Birinci karbon atomunda hibridləşmədə bir P iştirak etmədiyi üçün sp2 hibrid vəziyyətindədir. İkinci karbon atomunun P-nin biri iştirak etməyib, bu da sp2 hibrid vəziyyətindədir. Bu maddələrin heç birində sp hibrid vəziyyətində olan sp hibridləşmə halı mövcud nədir? Deyil. Buradakı 2 karbonun ikisi də sp2 hibrid halındadır. S-də bir dənə, P-də 2-də 3 hibrid orbitalı var. Burada S-də bir dənə, P-də 2-də, burada da 3 hibrid orbital var. Biz axtarırıq sp hibridləşmə halı. sp hibridləşmə halı. Sonra B bəndində yenə də eten var. Eteni A bəndində biz artıq müəyyən eləmişiksə eteni. B bəndində də bu bəndi götürmək olmaz. Etende yenə də eyni həmin maddədir C2H4. Açıq şəkildə yenə də karbon 2 dənə. Yenə həmin maddə karbon neçə dənədir? 2 dənə. Və aralarında 2 qat rabitə var. CH2, bir də CH2. Alken sonu nə şəkilçisindən bitir? N şəkilçisindən bitir. Alkenlərin digər adı etilen sırası karbohidrogenlər və 2 qata bitişən karbon atomlarının hər birində bir hibridləşməmiş P elektronu olduğu üçün sp2 hibrid vəziyyətindədir. Yəni, burada sp hibridləşmə mövcud nədir? Deyil. Eyni zamanda B bəndində, A bəndində
A bəndində götürmədik. A bəndində eten veya etilen və bor fluoridi idi. Bor 3-cü qrupdur. 3-cü qrupdakı elementlər birləşmələrdə sp2 hibrid vəziyyətindədir. Və B bəndində yenə də orada eten veya etilendir. Eyni zamanda eten və etilenden başqa bor xlorid var. Bor xloriddə də bor 3-cü qrupun A yarım qrupunda yerləşən elementdir və oradakı bor yenə də sp2 hibrid vəziyyətindədir. 3-cü qrupda yerləşən elementlər birləşmələrdə sp2 hibrid halında olurlar. Yəni onlarda 3-cü qrup birləşmələrdə sp2 hibridləşmələri mövcuddur. Sonra gəlir C bəndi uşaqlar. C bəndində metandır. Metan alkanların homoloji sırasının ilk nümayəndəsidir. Metanda karbon sp3 hibrid vəziyyətindədir. Bunu da götürmək olmaz. Bizə lazımdır sp hibridləşmə halında mövcud olan maddə olsun. Burada tetraxlor metandır. A bəndində tetraxlor metan və ya bu maddənin 3 adı var. 4 xlorlu karbon, bir də adı var karbon 4 xlorid. Metanın necə xlorlaşmasından alınır? Tam xlorlaşmasından. Metan alkanların homoloji sırasının ilk nümayəndəsidir. Onun 4 xlorlu törəməsi var və tam xlorlaşması nəticəsində hidrogenin 4-ü də xlorla əvəz olunur. Bu metan törəməsi olduğuna görə sp3 hibrid vəziyyətindədir orada karbon atomu. C bəndində götürmək olmaz. D bəndinə keçirik. D bəndində nə yazıb uşaqlar? D bəndi, deməli cavab D bəndi olacaq. D bəndində C2, H2 yazılıb. C2, H2 etin və ya sonu in şəkilçisinə bitir və ya astilen deyirlər. Asetilen. İnlər alkinlərə aiddir. Alkinlər doymamış alifatik karbohidrogenlərdir. Karbonun sayı N'dir. Hidrogenin 2 mislindən 2 vahid azdır. Karbonun sayı nə qədər oldu burada? N qədər. N böyük bərabərdir 2-dən başlayır. Karbonun sayı 2-dən 2-yə bərabər və 2-dən böyük ola bilər. Etin və ya astilen alkinlərin ilk nümayəndəsidir. Alkinlər alifatik, yəni açıq zəncirli doymamış karbohidrogenlərdir. Alkinlərdə mütləq bu astilində 2 də karbon atomu neçə qata bitişib? 3 qata. Və burada 3 valenti gedib 4-cü valentinə hidrogen birləşib. Burada da yenə valentin 3-ü gedib 4-cü valentinə hidrogen birləşib. Pi-ni yaradan pp elektronlardır. Baxın burada 2-dən pi rabitəsi var və 1 dənə də sigma var. P-nin ikisi hibridləşmədə iştirak etmədiyi üçün karbon atomu sp hibrid vəziyyətindədir. Niyə? Ona görə ki, karbon 4-cü qrupun A yarım qrupunda yerləşir. Karbonun sonu necə idi uşaqlar? NS2 MP2 vəziyyətində idi. S-in bir orbitalı var idi. Antiparalel 2 elektron və P-də orbital 3 dənə idi. 2 cütləşməmiş elektron var idi. Həyəcanlana bilər bir dəfə. Həyəcanlananda S-dən bir elektron P-nin necə orbitalına keçir? Boş orbitalına. Bir dəfə həyəcanlana bilər. Axırıncı təbəqədə bir cütü var. Y1 həyəcan. Enerji alır və həyəcanlanır. S-də o zaman 1 elektron qalır və P-də də 3 elektron qalır. Hibridləşmədə bir S və P-nin hibridləşməmişdə S-də 1 tək elektron, P-də 3 tək elektron var. Baxın, S-də 1 elektron və P-nin 3 dənə tək elektronu var. Və bu P elektronlarının ikisi hibridləşmədə iştirak eləmir. Baxın, hər karbonda P-nin 2 elektronu iştirak eləmədiyi üçün sp hibrid halında olur. 3 qata bitişən karbonlar 3 qat rabitəyə bitişən karbon atomları, yəni inlərdə 3 qat rabitəyə bitişən karbon atomları nə halında olur? sp hibrid vəziyyətində. P-nin ikisi iştirak etmədiyi üçün sp3-dən P-nin ikisini çıxandan sonra, yəni S-də 1, 3-də də P elektronu var. P-nin ikisi iştirak etmir. Onda o zaman nə hibrid vəziyyətində qalır? sp hibrid vəziyyətində. Bu karbonda yenə sp hibrid vəziyyətindədir. Eyni zamanda orada ikinci qrupun berilyum xlorid var. Yəni həmin bənddə, D bəndində berilyum xlorid var uşaqlar. Berilyum xlorid nə deməkdir? Diqqətlə baxın. İkinci qrupun A yarım qrupunda yerləşən element berilyumdur. İkinci qrupun A yarım qrupu yadınızdadırsa birinci dövrdə xana boş idi. 2 dənə gəlirdi berilyum
Üçüncü dövrə aid idi maqnezium, 4-ə kalsium, sonra nə gəlirdi? Stronsium, barium, radium. İndi üzü aşağı gəldikcə radiusu artırdı. İkinci qrupun sonu necə bitirdi? N, S2, N, P sıfırdır. Və bir cüt elektronu var. Axırıncı təbəqədə cütləşməmiş elektron yoxdur. Hamısı cüt bitir. Bu cüt elektronlardan biri P-nin necə orbitalına keçir? Boş orbitalına. Həyəcanlanır bir dəfə. O zaman S-də bir dəfə həyəcanlana bilər. S-də bir tək elektron və P-də də bir tək elektron qalır. 2 dənə tək elektronu olur. Neçə valentli vəziyyətdir? 2 valentli vəziyyət. Yəni 2 dənə cütləşməmiş elektron onu göstərir ki, berilyum 2 valentlidir, sabit valentlidir. Və hibridləşmədə 1s plus 1 dənə də p elektronu iştirak edir. Ona görə də ikinci qrupun A yarım qrupunda yerləşən elementlər, yəni berilyum, neydi orada? Magnezium, kalsium, stronsium, barium, radium və s. bunlar birləşmələrdə, belə yox, birləşmələrdə sp hibrid vəziyyətində olurlar. Ona görə ki, ikinci qrupun A yarım qrupunda yerləşirlər. Berilyum, xlorid deyəndə berilyum valenti 2-dir, xlorid bir əsaslıdır. Berilyum, xlorid duzlar sinifinə aiddir, oksigensiz duzdur. Burada berilyum sp hibrid vəziyyətindədir. sp hibrid vəziyyətində olduğuna görə 2 hibrid orbitalı var və 180 dərəcəli bucaq əmələ gətirir, xətti quruluşa malikdir. Deməli, berilyumdan, əgər istəsiz belə də çəkə bilərəm, berilyumdan xlor arasında və bir də berilyumdan xlor arasında 2 ion rabitəsi var. Berilyum metal, xlor qeyri-metal ion rabitəsi var. Və buradakı berilyum nə hibrid vəziyyətindədir? sp hibrid vəziyyətindədir. S-də 1, P-də 1, 2 hibrid orbital var. Hibrid orbitalın biri buradadır, uşaqlar, biri burada. sp ilə P-nin örtülməsindən. P niyə görə deyirəm? Halogenlərin sonu necə bitir? NS2, MP5 sonluğu ilə bitir. 3 cüt elektronu var. Axırıncı təbəqədə halogenlərin 3 dənə cütü var. 3 cütü var və bir də tək elektronu var. Baxın, o tək elektron P-dədir. sp ilə, baxın burada, sp ilə, berilyumun sp-si ilə xlorun p-sinin ötürülməsi nəticəsində sigma rabitə yaranıb 2 dənə. Və sp hibrid vəziyyətində olanda 2 də hibrid orbitalları bir-birini elə vəziyyətdə yerləşirlər ki, bir-birindən 180 dərəcəli əmələ gətirir, bucaq əmələ gətirir. O da xətti quruluşdur. Y bəndin ona görə götürmürük ki, Y bəndində metan var. Metan alkanların homoloji sırasının birinci nümayəndəsi, eyni zamanda orada etan var. Metanda da karbon sp3 hibrid vəziyyətindədir, etandadır. Yəni alkanlarda nə qədər karbon olursa olsun, alkanlardakı karbonların hamısı sp3 hibrid vəziyyətindədir. Yəni karbon həyəcanlananda, həyəcanlanmamışdan əvvəl 2s2 2p2 sonluğu ilə idi və bir dəfə həyəcanlanır. Y1 həyəcan. Həyəcanlananda S-dəki elektronlardan biri P-nin boş orbitalına keçir. S1 olur və 2p neçə olur burada? 3. S-də bir ədəd cütləşməmiş elektron var. P-də də 3 ədəd cütləşməmiş nə var orada? Elektron. Baxın, P-də də 3 elektron. 1, 2, 3, 4 elektron var. Neçədən elektron oldu burada? 4. 4-ü də hibridləşmədə neyinir? İştirak edir və ona görə də alkan və disiklo alkanlarda karbonun 1s və 3 dənə də p elektronu. Baxın, p x9 üzrə hərəkət edən, p y9 üzrə və p z9 üzrə hərəkət edən elektronlar hibridləşmədə iştirak edir və nəticədə alkan və disiklo alkanlarda karbon nə hibrid vəziyyətində olur? sp3 hibrid vəziyyətində olur. Burada A bəndində bir də təkrar edirəm. Belə bənd şəklində yazanda eten alkendir. Alkenlərdə karbon mütləq nə hibrid vəziyyətində olmalıdır? 2 dənə karbon sp2 hibrid vəziyyətində olmalıdır. Və bor fluoriddə, bor neçənci qrupa aiddir? 3-cü qrupa. 3-cü qrupda yerləşən elementlər birləşmələrdə sp2 hibrid halında olurlar. 3 hibrid orbitalı olur. O da florla örtülür. 120 dərəcəli əmələ gətirir bucağı. Ümumiyyətlə sp2 hibrid vəziyyətində olanda 120 dərəcəli bucaq əmələ gətirirlər. sp2. Ona görə 3 hibrid orbitalı olur. Müstəvi 3 bucaqlısı olur. Baxın, hibrid orbitalının biri. Bu neçənci hibrid orbitalı? 2. Bu da 3. Və bunların arasındakı bucaq təxmini çəkdim də siz üçün. 3 də hibrid orbitalı.
Aralarındakı bucaq 120 dərəcəli olur orada bucaq. 19-a qaydaq uşaqlar. Cavab nə oldu? 18-in cavabı sp hibrid vəziyyətində, alkinlərdə astilendədir. sp hibrid vəziyyətində və bir də yadınızda saxlayın ki, heç bir karbohidrogen xətti quruluşa malik deyil. Bir dənə etin və ya astilenden başqa. Və bir də berilyum xlorid. Berilyum ona görə xlorid xətti quruluşa malik ki, ikinci qrupun A yarım qrupundakı elementlər birləşmələrdə sp hibrid vəziyyətində olurlar. 19-a baxaq. 19-da hansı orbitalların örtülməsindən pi rabitəsi yarana bilər? Sözsüz ki, pi rabitəsini yaradan orada yazıb hansı orbitalların örtülməsindən p orbitallarının. Bəli, pi rabitəsini yaradan p orbitallarda hibridləşməmiş, yəni bərabər nə formalı? Antel formalı pp elektronları. Mən biraz səliqəsi çəkdim yəqin ki, hibridləşməmiş p elektronları atomların mərkəzlərini birləşdirən xəttin kənarlarından, indi bunlar bərabər antel formalı olmalıdır. İkisi də eyni ölçülü olmalıdır. Bu atomların mərkəzini birləşdirən xəttin kənarlarına pp elektronlarının örtülməsindən pi rabitəsi yaranır. sp varsa hibridlə p-nin örtülməsi bu sigma ola bilər. sp ilə p-nin örtülməsi, yəni karbonla halogenlər arasında ola bilər. Halogen nə ola bilər burada? Karbonla halogenlər arasında ola bilər. Və yaxud da az əvvəl sp ilə p örtülməsi, tutaq ki, astileni yazıram. Astilendə neçə qat rabitə var? 3 qat. Hidrogenin biri qopur. Bir dənə onun əvəzinə xlor gətirirəm. Baxın, bu karbon nə hibrid vəziyyətində? sp ilə p-nin örtülməsindən nə rabitəsi ola bilər burada? Sigma rabitəsi. Bu karbonla xlor arasında. Sonra sp2 ilə sp2 arasında karbonla karbon arasında ola bilər. İki qat rabitəyə bitişən karbonlar eten və ya etilində iki qat rabitəyə eten. Beynəlxalq adı nədir? Eten. Səmərəli adı nədir uşaqlar? Etilen. Karbon nə hibrid vəziyyətindədir? sp2, bu da sp2. Karbonla karbon arasında burada sigma rabitə. sp2 ilə, baxın, hibridin örtülməsindən. Hibridlə, biraz belə çəkməliydik, balaca olsun. sp2 hibrid vəziyyətinə, hibridləşmiş, dartılmış, bu da dartılmış. Karbonla karbon arasında olan neçə dənə sigma rabitədir? sp2 hibrid orbitallı sp2-in bir-birinin örtülməsindən. Pi-ni yaradan isə hibridləşməmiş pp elektronlardır. Sonra sp2 ilə p nə deməkdir? Vinil xloridi necə yazırıq? Vinil deyəndə bir dənə neçə qat rabitə yazırıq? 2 qat. Xlorid deyəndə bir dənə buna nə birləşdiririk? Xlor. Dünən izah verdim buna sizə. Vinil bir dənə 2 qata bir dənə xlor birləşir. Nə yazıram bura? 1, 2, 2 dənə hidrogen. 1, 2, 3. Bura bir hidrogen atomu. Bu neçənci karbondur? Birinci karbon. Buradan nömrələyirəm. sp2 hibrid vəziyyətindədir. Hibridləşmədə bir p iştirak eləmir. Burada da bir dənə p. sp2 hibrid vəziyyətindədir. sp2 ilə nə arasında? P arasında. Burada bir dənə nə rabitəsi var? Sigma rabitə. Baxın, sp2 ilə 2 qata bitişən karbonla xlor arasındadır bu. P arasında. Hibridlə bərabər nə formalı? Antel formalı p elektronu budur. Bu da sp2 ilə p arasında atomların mərkəzlərini birləşdirən xətt boyunca örtülən rabitə. Baxın, bu rabitənin örtülməsi karbonla xlor atomu arasında sigma rabitə yaranıb. Vinil xlorid. Vinil deyəndə bir dənə 2 qat rabitə yazmaq lazımdır. Vinil. Vinil deyəndə 1, 2 qat rabitə yazırıq. Vinil. Vinilə bir dənə 2 qat rabitəyə bir xlor atom birləşdirirəm. Vinil xloridi. Sonra necə yazıram? Karbon neçə valentlidir? 4 valentlidir. Valentin ikisi gedib uşaqlar. İkisinə də nə birləşdirirəm bura? Hidrogen. Burada valentin biri burada, biri burada, biri də burada. Üçü sərf olunub. Biri çatmır. O bir dənə çatmayan nə ilə yerləşdirəm? Bir valenti çatışmır. O bir valentinə də hidrogenlə əvəz edilən. Bu olur vinil. Vinil nə deməkdir? Etenden hidrogen neçəsi qopub? Biri. Əvəzinə bir dənə xlor əlavə olunubsa vinil, nə deyirlər buna? Xlorid. Vinil xlorid. Yadınızda saxlayın. Sonradakı sp2 ilə s nə deməkdir? Baxın, buradakı karbon sp2'dir. sp2 ilə s karbonla sp2'dir bu karbonlar.
İki qata bitişən karbonun hibridləşməmiş P ilə sp2 ilə S arasında 1 sigma, burada da 2 də sigma. sp2 ilə S arasında 2 də burada. Deməli sp2 ilə S arasında 2 qata bitişən karbon ilə hidrogen arasında 2 hidrogen buradadır, 1 də burada. 3 dənə sigma rabitə ola bilər. Pini yaradan isə pp elektronlardır. 19 D bəndidir. Hansı orbitalların örtülməsindən qeyri-polar kovalent rabitə yarana bilər? Qeyri-polar kovalent rabitə karbonla karbon arasında ola bilər. Qeyri-polar kovalent rabitə eyni qeyri-metallar arasında olmalıdır. Baxın, yazıb burada sp2 ilə S. Bu qeyri-polar ola bilməz. Bu karbonla hidrogen arasında olan rabitədir. Bu kovalent necə rabitə ola bilər? Polar. Yəni qeyri-polar olmaq üçün ikisi də eyni qeyri-metal olmalıdır. Ən sadə elektron quruluşuna malik olan hidrogen atomudur 1s1-dir. sp2 nə zaman olur? 2 qata bitişən karbonlar, məsələn, eten və ya etilin simmetrik alkendir. Neçədən hidrogen var? 2 dənə, burada da 2 dənə. Simmetrik alkendir. Bu karbon sp2 hibrid vəziyyətindədir. sp2 ilə nəyin örtülməsindən? S-in örtülməsindən burada 2 dənə. Burada da sp2 ilə S-in örtülməsindən neçədə sigma rabitə oldu? 2 dənə. Yəni hər ikisində sp2 ilə S-in örtülməsindən neçə sigma rabitə oldu? 2 sigma nə oldu burada? Rabitə. Bu ola bilməz. Bu kovalent necə rabitədir? Polar. 2 dənə burada, 2 dənə də burada. Bütövlükdə sp2 ilə S arasında 4 də sigma rabitə var. Polar rabitədir. Sonra yazıb burada sp2 ilə uşaqlar P arasında. sp2 ilə P arasında yenə də bu karbonla, məsələn, halogenlər arasında ola bilər. Hansı karbonla? Ayrı-ayrı qeyri-metallar arasında yaranan rabitə yenə də kovalent hansı rabitədir? Polar. Məsələn, nə ola bilər burada? Tutaq ki, eten və ya etilendən hidrogenin birini qoparanda vinil deyirlər. Bir hidrogen qoparanda vinilə bir xlor birləşir. Məsəl üçün, vinil xlorid. Bu karbon nə hibrid vəziyyətindədir? sp2. Halogenin bir dənə tək elektronu var, o da P-də. sp2 ilə P arasında burada neçədə sigma rabitə yaranır? Bir dənə. O da karbonla xlor arasında ayrı-ayrı qeyri-metallar arasında olduğuna görə kovalent polar rabitədir. Sonra yazılıb burada C bəndində sp3 ilə N arasında, P arasında. sp3 ilə P arasında ən yaxşı nümunələrdən biri elə metan, alkanların homoloji sırasının iç nümayəndəsi, metanın xlorlu törəmələri. Tutaq ki, metanda 4 dənə hidrogen atomu var. Məsəl üçün, 4 hidrogenin birini xlorla əvəz eləyirəm. Bu karbon nə hibrid vəziyyətindədir? sp3. Xlorun bir dənə elektronu var P. Yəni kovalent necə rabitədir? Polar rabitə. Karbonla, tək qata bitişən karbonla xlor arasındadır. Yəni burada hidrogen elektronu verir karbona, karbon isə elektronu verir hara? Xlora. Baxın, karbonla xlor arasında kovalent hansı rabitə olacaq? Polar rabitə. O da nə ilə nəyin örtülməsinə? sp3 ilə P-nin örtülməsinə. Bu da olmaz. Bizə deyir ki, sp ilə P-nin örtülməsi nə deməkdir? sp ilə P-nin örtülməsi yenə də 3 qata bitişən karbon ilə halogen arasında ola bilər. Məsələn, az əvvəl yazdım vinil. Vinil deyirəm, daha doğrusu astilinə hidrogenin neçəsi qopub? Biri. Astilində burada CH. Yenə də CH olmalıdır. 1, 2, 3, 4. Hidrogenin biri xlorla əvəz olunur. Baxın, buradakı hidrogeni çıxardıb xlor yazmışam. Bu karbon nə hibrid vəziyyətindədir? sp və bu nə elektronudur? P. sp ilə nəyin örtülməsindən? P-in örtülməsindən yaranan nə rabitəsi var burada? Kovalent hansı rabitə var? Polar. Və yaxud da sp ilə başqa bir maddə yazaq. Belə bir maddə yazaq, propin. Propində neçə qat rabitə var? 3 qat rabitə var. Propin. 3 dənə karbon var, hidrogen. 1, 2, 3, 4-cü valentli hidrogendir. Burada 4 valentli. Ortadakı karbonun yanında hidrogen yoxdur. Burada da valentin biri gedib 3'dür. Birinci karbon, ikinci, bu da üçüncü. Birincidəki hidrogeni xlorla və yaxud da bromla əvəz edə bilərəm. Bromla əvəz eləyirəm. Sonra 3 qat rabitə C, CH3. Baxın, sp ilə N arasında, P arasında, sp ilə N arasında
P arasında sigma rabitə var. Bu da kovalent polar rabitədir. Və bizə deyir ki, qeyri-polar rabitə necə əmələ gəlir? Qeyri-polar eyni növ qeyri-metallar arasında. Məsələn, sp2 ilə sp2-nin örtülməsi. Yəni karbonla karbon arasında bu kovalent necə rabitədir? Qeyri-polar rabitə. sp2 sp2 deyirsə bu karbonla nə arasındadır? Karbon arasında. Az əvvəl biz eten yazdıq. Alkenlərin neçənci nümayəndəsi? İlk nümayəndəsi. Karbon 4 valentlidir, 2 hidrogen atomu. Burada da 2 hidrogen atomu. Bu rabitə nə rabitə? Sigma, bu pi'dir. Pi'ni yaradan pp elektronlardır. Bu karbon nə hibrid vəziyyətindədir? sp2 hibridləşmədə bir p iştirak eləmir. Bu da sp2. Karbonla karbon arasında bir sigma rabitə var. Bu sigma rabitə, baxın bir dənə yuxarıdakı sigma sp2 ilə nəyin örtülməsindən əmələ gəlib? sp2-nin örtülməsindən. Eyni qeyri-metallar arasında yaranan rabitə, eyni qeyri-metaldır, karbonla kovalent, necə rabitədir? Polar. Hansı orbitalların örtülməsindən qeyri-polar rabitə yaranır? sp2 ilə sp2-nin örtülməsi Y bəndi. sp2 ilə sp2 ola bilər, sonra nə ola bilər? Baxın, əlavə orada indi Y bəndi verir. Amma siz özünüz nəyə yadınıza salın? Alkanlarda sp3 ilə nə arasında ola bilər? sp3 arasında. Sonra sp3 ilə sp2 nə deməkdir? 2 qata bitişən karbonla tək qata bitişən nə arasında? Karbon arasında ola bilər. Axırı bu karbonla karbon arasındadır. Sonra sp ilə nə arasında ola bilər? sp2 arasında. Məsələn, vinil astilində 3 qata bitişən karbonla 2 qata bitişən karbon arasında ola bilər. Vinil deyəndə bir dənə neçə qat rabitə yazırdı? 2 qat. Astilen deyəndə ona bir 3 qat rabitə birləşdirirdi. Bu nə hibriddir? sp. Bu nə hibrid vəziyyətidir? sp2, 1, 2, 3, 4-cü hidrogen. Bura hidrogen atomu ehtiyac yoxdur. 1, 2, 3, 4. 1, 2, 3, bir dənə hidrogen atomu, 2 də buradan. Nömrələmə 2 qatdan başlayırdı. Baxın, bura birinci karbon sp2'dir. sp2 ilə sp2 arasında bir sigma, birinci karbonla ikinci karbon arasında. İkinci ilə üçüncü arasında sp2 ilə nəyin örtülməsindən? S-nin örtülməsindən bir sigma, bu da kovalent qeyri-polardır. 3 ilə 4 arasında isə sp ilə sp-nin örtülməsindən bir sigma rabitə yaranır. Bunlar sp3 ilə sp3, sp3 ilə sp2, sp ilə sp3, sonra sp ilə sp. Bunlar karbonla karbon arasında olan kovalent necə rabitələrdir? Qeyri-polar nələrdir? Rabitələr. 20-nin cavabı oldu uşaqlar Y bəndi. Sonra növbəti suala keçirik. Növbəti sualda 21-ci sualda hansı molekullar yenə də xətti quruluşa malikdir? Siz artıq bilirsiniz ki, alkanlar hansı quruluşa malikdir? Bucaq, metan. Məsələn, A bəndində 21-də yazıb 21-ci sualda A bəndində metan yazıb, metandan sonra berilium xlorid yazıb, sonra dəm qazı yazıb. Bir dənə metanı bilmək kifayətdir. Metan bucaq quruluşdur. sp3 hibrid vəziyyətində 4 hibrid orbital var. Tetraedrik quruluşdur. Düzgün tetraedrikdir. Ona görə ki, 4 dənə hibrid orbitalının 4'ü də kimyəvi rabitənin yaranmasında iştirak edir. Yəni bir fikir verirsiniz burada 4'ü də. sp3 ilə S arasında 1 sigma rabitə, 2 sigma, 3, bir də 4. 4 dənə hibrid orbital var. 1, 2, 3, 4. 4'ü də S ilə örtülüb. Yəni sp3 ilə S arasında 4 sigma rabitə var. Tetraedrik quruluşa malikdir. 4 təpəli. Və bucaq quruluşdur. 109 dərəcə 28 dəqiqəlik bucaq var. O bənddə düz gəlmədiyinə görə, xətti quruluş olmadığına görə digərlərinə baxmağa ehtiyac yoxdur. Keçirik B bəndinə. B bəndində su molekulu yazıb. Su bilirik ki, biz bucaq quruluşa malikdir. Hər dəfə deyirik ki, bəli, su kör bucaqdır. H2 onu yazan kimi biz artıq suya görə bu bəndi də götürmürük. Su şəklini baxın necə çəkirdi. Suyun bu tərkibidir, bu da quruluşu. Quruluşu necə çəkirdik suyun? Kör bucaq. 90'dan böyük olan bucaq necə bucaqdır? Kör bucaq. 104,5 dərəcəli bucaq var. Və suda oksigenlə hibrid vəziyyətindədir sp3. S-də 1, P-də 3, 4 dənə hibrid orbitalı var. 4 hibrid orbitalından ikisi kimyəvi rabitənin yaranmasında iştirak edir. Yəni burada sp3 ilə S arasında bir sigma rabitə və sp3 ilə
S arasında ikinci sigma rabitədir. İkisi sərbəstdir. O hibrid orbitalının ikisi kimyəvi rabitə yaradıb. Biri burada, biri burada. İkisi də uşaqlar sərbəstdir burada. Deyirdimiz sərbəstlər bölünməyən nə cütləri saxlayır? Elektron cütü saxlayır. Yəni ikisi sərbəstdir elə bil. Hibrid orbitalı neçəsi sərbəstdir? İkisi sərbəstdir. Və o iki dənə də bölünməyən nə cütləri saxlayır? Baxın, elektron cütü saxlayır. İki dənəsi bölünməyən nə cütü saxlayır? İkisi isə kimyəvi rabitə yaradır. Bir, sp3 ilə S-in örtülməsindən yaranan sigma rabitə, yenə də sp3 ilə S-in örtülməsindən yaranan sigma rabitə. Bucağın çəkirik, bucaq quruluşa malikdir. Hidrogen, oksigen, hidrogen. Baxın, bucağa baxın, hidrogen, oksigen, bir də hidrogen. Bucaq nə qədər oldu? 104,5 dərəcəli bucaq var. Tetraedrik quruluşdur. Tetraedrik quruluşa malikdir. Amma düzgün, deməli, su da tetraedrik quruluşdur. Tetraedrik, amma düzgün olmayan. Niyə görə düzgün olmayan? 4 dənə hibrid orbitalının ikisi kimyəvi rabitə yaradır. Bir, ikisi. Yəni sp3 ilə S-in örtülməsindən oksigenlə, bu da hidrogen arasında atomların mərkəzlərini birləşdirən düz xətt boyunca, baxın örtülmədə, bu oksigen atomu, bu da hidrogen, mərkəzlərini birləşdirən düz xətt boyunca örtülüb. Neçə sigma rabitə var? 2. İkisi də bu hibrid orbitalların, baxın, ikisi, bu hibrid orbitalların ikisi sərbəstdir. Belə bir formada sərbəstdir. Bölünməyən nə cütləri saxlayır? Elektron nəyi saxlayır? Cütü saxlayır. Tetraedrik quruluşdur, 4 təpəli. 4'te olduğunu. Amma düzgün olmayan. Düzgün olmayan ona görə ki, ikisi sərbəstdir. 2 hibrid orbitalı sərbəstdir. Sərbəst. Yəni rabitə yaratmıyor. Bölünməyən nə cütü saxlayıb? Elektron cütü saxlayıb. Deməli, suya görə də bu bəndi götürmürük. Sonra gəlirik S bəndinə. C bəndində nədir uşaqlar? Y bəndində də yenə bildiyiniz maddələrdən Y bəndində karbon 4 oksidi kimyanın ilk anlayışına bilirsiniz, xətti quruluşdur. Bəli, burada 180 dərəcəli bucaq var. Amoniak bucaq quruluşa malikdir və amoniakdakı azot sp3'dir. 107,3 dərəcəli bucaq var. Burada da 4 hibrid orbitalının 3'i kimyəvi rabitə yaradır. Azotla hidrogen arasında 3 dənə sigma yaranır. Biri yenə də sərbəstdir. Baxın, biri amoniakda sərbəstdir. Bölünməyən nə cütü saxlayır? Elektron cütü saxlayır. Baxın, bu xətti quruluş oldu, amma amoniaka görə bu bəndi götürmək olmur. Eyni zamanda Y bəndində etan var uşaqlar. Etan alkanlarının homoloji sırasının ikinci nümayəndəsidir və etanda karbonlar nə hibrid vəziyyətindədir? sp3 hibrid vəziyyətindədir. 21-ci sualda uşaqlar etanda da bucaq quruluşdur. Etanda alkanlara aiddir. 2 karbonun ikisi də sp3 hibrid vəziyyətindədir. Xətti quruluşa malik olan bənd C bəndi oldu. C bəndində təkrar edirəm. Karbon 4 oksid, karbon dioksid və karbon qazı tərkibi quruluşu 2 qat rabitə. Eyni karbona 2 qat rabitə birləşib oksigen, 180 dərəcəli bucaq var, xətti quruluş. Pi rabitəsi 2 dənə, 2 dənə də sigma rabitə var. Pini yaradan hibridləşməmiş P elektronları atomların mərkəzlərini birləşdirən xəttin kənarlarından örtülür. Karbon özü sp hibrid vəziyyətindədir. sp hibrid vəziyyətində 2 hibrid orbital var. sp ilə də P-nin örtülməsindən 1 sigma. Burada da sp karbonunda, P isə oksigenin örtülməsindən 1 sigma. Rabitə əmələ gəlir. 180 dərəcəli bucaq. Berilyum xlorid, o da ikinci qrupdur. Berilyum ikinci qrupun A yarım qrupunda yerləşən elementlər birləşmələrdə sp hibrid vəziyyətində olduğu üçün 180 dərəcəli bucaq əmələ gətirir, xətti quruluşdur. Və həmin bənddə C bəndində bir də astilen var. C2, H2, etin və ya astilen alkinlərin homoloji sırasının ilk nümayəndəsi olan astilen birləşmələrdə sp2 karbon atomu var. Birinci karbon atomunda sp hibrid vəziyyətindədir. Hibridləşmədə 2p iştirak eləməyib. İkincində də 2p iştirak eləməyib. sp hibrid vəziyyətindədir.
Orada da 2 hibrid orbitalı bunda, 2 dənə də hibrid orbitalı bundadır. Yeganə karbohidrogendir ki, 180 dərəcəli bucağı əmələ gətirir, xətti quruluşa malikdir. 21-in də cavabı C bəndi oldu. Sonra keçirik 22-yə. 22-də nədir uşaqlar? Metan. 22-də metan. Alkanların homoloji sırasından ilk nümayəndəsi 1500 dərəcədə parçalanır, 3 mol hidrogen ayrılır və buradan hər hansı bir X maddəsi çıxır. Belə bir sual yazıb. X-ı sonra 2 mol hidrogenləşdiriblər, hidrogenləşib. Bu dehidrogenləşmə, bu isə hidrogenləşmədir. Temperaturda Y maddəsi əmələ gəlir. Karbon atomunun hibrid vəziyyəti necə dəyişir? Alkanlarda karbon sp3 hibrid vəziyyətindədir. Birinci reaksiya nə baş verir? Metan 1500 dərəcədə astilenə və bir də hidrogenə parçalanır. Parçalanma reaksiyasıdır. Etin və ya asetilen plus hidrogen qazı əmələ gəlir. Əmsallaşdıranda karbon 2 dənə, bura bir 2 yazırıq. Hidrogen bu 2 həm karbona aiddir, həm də hidrogenə. 2-ni 4-ə vuranda 8 mol atom hidrogen. 8-in x-i var. Baxın 8 dənə hidrogenin x-i var. 8-dən 2-ni çıxanda 6 mol atom, onu da 2-yə böləndə 3. Sol hara bərabərdir sağa? Bu karbon sp3 hibrid vəziyyətindədir. Bu 2 də karbon da sp hibrid vəziyyətindədir. Yəni alkanlarda bütün karbonlar sp3-dür. Alkinlərin ilk nümayəndəsi etin və ya astilində 2 karbon atomu var. Açıq şəkildə yazanda astileni. Astilində 2 karbon atom var və ikisi də 3 qata bitişdiyi üçün, 3 qat rabitənin bitişdiyi üçün ikisi də onlar deməli sp nə vəziyyətindədir? Hibrid vəziyyətindədir. P-ni yaradan pp, bu da pp elektronu sp hibrid vəziyyətində. Sp ilə yəni karbon sp ilə s arasında baxın burada sigma rabitə, karbonla karbon arasında sigmada sp ilə sp-nin örtülməsindən 1 sigma var. İndi həmin bu maddə bizim X maddəmizdir. X-da plus 2 mol hidrogenləşir. 2 dənə pi-ni doydurmaq üçün, baxın 2 pi-ni, pi rabitəsini qırmaqdan ötəri 2 mol hidrogen lazımdır. 2 mol hidrogen 4 atomdur. Hidrogenin x-i bura, x-i də bura birləşəcək. Olacaq CH idi, 2 dənə birləşəndə olacaq CH3, tək qat rabitə CH3. Və yaxud da belə yaza bilərik, C2H2 2 mol hidrogenləşir. Pi-nin nəyə qədər? Sayı qədər. Pi 2 dənə azalanda sigma 4 vahid artır. Hidrogenləşmə temperatur və nədə gedir? Katalizatorda gedir, adi şəraitdə getməz. Karbon 2 mol atom qaldı. Hidrogen 2 dənə idi, 4 dənə də birləşdi. 2 vurun 2-yə 4 dənə. 2-nin üstə 4 gələndə 6. C2H6 etan əmələ gəldi. Yəni astilendən alkin alkana çevrildi. 2 mol hidrogenləşəndə. Orada da sp hibrid vəziyyətindən hansı hibritə gəldi? sp3-ə. Deməli, birinci reaksiyada hansı hibrid vəziyyət oldu? Metan 1500 dərəcədə parçalandı. 1500 dərəcədə niyə parçalandı? X maddəsi nə oldu bizdə? Astilen və ondan başqa 3 mol hidrogen ayrıldı. Parçalanma reaksiyası və onun 2 mol hidrogenləşməsi nəticəsində pi-lərin x-i də qırılır. 4 dənə atom birləşir. Burada pi 2 dənədir etində. Pi-ni doydurmaq üçün elə 2 mol lazımdır. Baxın mola baxın 2 mol. Amma atomdan 4 atom C2, 2 dənə hidrogen buradadır. 4 də birləşəndə C2H6. Bu metanda sp3 hibrid vəziyyətindən astilen sp hibrid vəziyyətinə gəldi karbon. Sp-dən də yenə də etanda sp3 hibrid vəziyyətinə keçir. Deməli, birinci reaksiyada sp3-dən sp hibrid vəziyyətinə, ikinci reaksiyada isə sp-dən sp3 hibrid vəziyyətinə keçir. Bizə deyir, karbon atomu hibrid vəziyyəti necə dəyişir? sp3-dən sp-yə, sonra sp3-ə, C bəndi. 23-cü suala baxırıq. 23-cü sualda deyir, hansı elektron formulu doğru deyil? Elektron formulu belə yazıb uşaqlar, karbon yazıb, karbonun valenti belə xəttlər qoyub, bir də diqqətlə baxın, nöqtələr daha doğrusu qoyub, elektronları göstərir. Elektronların yazılma formasıdır. CH3, bir də nədir burada? O, H yazıb. İndi baxın uşaqlar, burada da 2 elektron. Bu metanoldur əslində. Nədir bu? CH3, OH, metan, ol,
metil spirti, çaxır spirti və bir də adı var. Yox, metanol, çaxır spirti deyil. Metanol, metil spirti, karbinol daha doğrusu, oduncaq spirti. Çaxır spirti etanoldur. Bu spirtin adı nədir? Metanol, metil spirti, bəli, metil spirti, karbinol və bir də adı var, oduncaq spirti. 4 adı var. Metanol, metil spirti, oduncaq spirti və karbinol. Spirtlərin ilk nümayəndəsi maye halındadır. Və biz bu maddənin elektron quruluşunu çəkməmişdən əvvəl qrafik quruluşunu göstərəndə karbonun valenti neçədir uşaqlar? 4. Baxın, karbon neçə valentlidir? 4 valentlidir. Təsəvvür edin ki, hidrogenin 3-ü qalıb metanda. Hidrogenin biri hidroksid qrupu ilə əvəz olunub. Bu xəttin yaranmasında 2 də elektron iştirak edib. Baxın, bu xəttin yaranmasında karbon 1 elektron verib, 1 elektron hidrogen verib. Ümumi elektron cütünü hesablanıb. Bu xəttin yaranmasında yenə də bir dənə karbon verib və bir dənə hidrogen verib. Bu sigmanın yaranmasında bir karbon elektron verib, bir dənə də hidrogen verib. Karbonla oksigen arasında rabitənin yaranmasında bir dənə karbon elektron verib, bir dənə də oksigen. Oksigenin axırıncı təbəqədə 2 dənə cütü qalıb. 2 dənə tək elektronun biri buradadır oksigenin, biri də hidrogenlə rabitədə istifadə edilir. Mən onları fərqləndirmək üçün baxın belə ulduz kimi göstərdim. Bir dənə də hidrogen verib. Bundan başqa oksigenin xarici elektron təbəqəsində 1, 2, baxın 1, bax bu ulduz kimi göstərdim, 2, 3, deməli 2 dənə təki var idi, 2 dənə də cütü var idi. Oksigen 6-cı qrup olduğuna görə sonu necə idi? NS2, MP4. Yəni S-də bir cütü var elektronu və P-də də 2 dənə təki var, bir dənə də cütü var. 2 cüt elektron var idi. Biri yuxarıda, bir də aşağıda. 2 dənə də tək elektron var burada verib. Fikir verirsiniz bu tək elektronları. Bu elektron quruluşu doğrudur. Təklərdə, ümumi elektron cütlərdə 2 dənə cüt var. Biri P-dəki cütdür, biri S-dəki. Bunlar da biri yuxarıda yazılıb, oksigenin yuxarısında, biri də aşağı hissəsində. Bu elektron quruluşu doğrudur. Sonra yazıb xlor atomu. Xlor atomu yox, daha doğrusu molekulu yazıb. Xlor molekulunda baxın 2 dənə xlor atom yazıb. Yazıb 1 cüt, 2 cüt, elektron 3 cüt həqiqətən də və burada da 2 də elektron çəkib, 2 də belə 1 cüt, 2 cüt, 3 cüt. Bu elektron quruluşu yanlışdır. Ona görə ki, xlor halogenlərə aiddir. Halogenlərin sonu necə idi? NS2, MP5. Xlor atomunda 3 cüt elektron var. Baxın 1 cüt. Bu özüm yumurlayıram ki, daha 2 cüt, 3 cüt və bir dənə də tək elektron var. Bir dənə tək elektron xlor atomun biri verir, biri də, digəri də bir dənə tək elektron verir. Yenə də bunda 1 cüt, burada da 2 cüt, 3 cüt və bir dənə də tək bu verir. PP elektronlarının örtülməsindən burada sigma yaranmalı idi. Bu xlor atomları arasında 4 də elektron varsa, bu 4 elektronun güya burada 2 qat rabitə var. Belə bir şey nədir? Mümkün deyil. Orada 2 də elektron olmalıdır. 2 xlor atomu arasında 2 də elektron. Xlor atomu deyəndə atomda tək elektron, cütləşməmiş elektron bir dənədir. Atom deyəndə 3 cütü var. Baxın, bir də tək elektronu var. Ulduzuna göstərəm. Yəni sonu necə qutarırdı? NS2, MP5 sonluğu ilə halogenlərin S-in 1 orbitalı antiparalel, P-də də 3 dənə cütləşməmiş elektron 1, 2, 3. Baxın 1, 2, 3, sonra 4, bu da 5. Neçədən tək elektron var? Bir dənə tək elektron var, amma 3 cütü var uşaqlar. 3 cütü. Molekulda isə, molekul deyəndə xlor neçədəndir? 2-də çox atomlu qazdır. Sarımtıl, yaşıl rəngli boğucu qazdır. Və molekulda, bəli, sarımtıl yaşıl rəngli boğucu qazdır. Molekulda tək elektronların sayı, atomda da var idi bu sual. Tək elektronların sayı 0-a bərabərdir. Ona görə ki, xlor molekulunda neçədən atom var? 2 dənə atom. Baxın, 1 cüt, 2 cüt, 3 cüt, bir dənə də bu elektron verib. Digəri də 1 cüt, 2 cüt, 3 cütü var, bir də tək elektron bu verib. Aralarında bir dənə tək elektron bu verib, bir dənə bu, bir dənə sigma rabitə yaranmalı idi. Özdə hansı elektronların örtülməsindən? P elektronları. Tək elektron harda idi? P-də. Bərabər hantel formalı PP elektronları atomların mərkəzlərini birləşdirən
xətt boyunca pp elektronlarının ötürülməsindən bir dənə siqma yaranmalı idi. Bir qat rabitə. Amma burada səhv yazıb. Burada xlor atomları arasında 4 dənə elektron yazıbsa, aralarında 4 elektron varsa, onda 2 qat rabitə olmalıdır. Orada 2 qat rabitə niyə bilməz? Ola bilməz. Çünki tək elektron bir dənə bu verir, bir dənə bu atom verir tək elektron, bir də bu. Xlor atomları arasında 2 də elektron olmalıdır və tək qat rabitə olur. Kovalent necə rabitədir? Qeyri-polar. İkinci səhvdir. Üçüncüdə uşaqlar hidroksonium katyonu verilib. Hidroksonium katyonu necə yazılır? Hidroksonium katyonu siz bilirsiniz ki, H3O müsbət katyondur. Hidroksonium katyonudur. Oksigenin 2 dənə tək elektronu var. Baxın, 2 dənə tək elektronu var. Birin burada yazıram, birin burada yazıram. Bir dənə oksigen tək elektron verdi, bir də hidrogen, bir dənə oksigen verdi, bir də hidrogen və oksigenin ondan başqa 2 dənə də cütü var idi. Bu cütün biri qalıb və bir cütün də verir hidrogenin necə orbitalına? Boş orbitalına. Beləliklə burada hidroksonium katyonu yaranır. Burada elektron cütü ümumi elektron cütüdür. Yəni birin hidrogen verir. Baxın, birin oksigen verir. Bax, oksigenin elektronu biraz da böyük çəkim. Tək elektron, birin hidrogen verir. Burada da birin oksigen, birin hidrogen. Amma burada oksigenin 2 cütü var idi. O cütlərdən birin verir H müsbətin necə orbitalına? Boş orbitalına və üçüncü rabitə nə mexanizmi əsasında yaranır? Donor, akseptor. Bu elektron quruluşu doğru göstərilib. Cütün neçəsi qalır? Biri. Hidroksonium katyonu biz çəkəndə necə çəkir uşaqlar? Oksigen çəkirdi. Bura bir hidrogen atomu, burada bir dənə hidrogen atomu və üçüncü rabitə nə mexanizmi əsasında idi? Donor, akseptor. İkisi mübadilə mexanizmidir. Yəni birin oksigen verib, birin hidrogen, birin oksigen, birin hidrogen. Amma bu cütün verib bunu necə orbitalına? Boş orbitalına. Ümumi elektron cütünün biri qalıb. Yəni burada biri donor akseptor mexanizmidir. İkisi isə mübadilə mexanizmi əsasında yaranan kovalent, polar rabitə. Bu da kovalent. Hansı rabitədir? Polar. Kovalent, polar rabitələr 3 dənə. Valent ona görə də 3-dür. Amma dərəcə dəyişmir. Neçə 2-dir? Mənfi 2. Desələr ki, hidroksonium katyonunda oksigenin valenti neçədir? 3. Amma dərəcəsi neçə 2-dir? Mənfi 2. Bu elektron quruluşu da doğru çəkilib. Deməli, 1 ilə 3 doğrudur. Doğru deyilidir tab. 23-də sual verir ki, doğru deyil hansıdır? Doğru deyil yalnız 2 oldu. Y bəndi. Doğru olmayan bənd yalnız Y bəndi 2. Ona görə doğru deyil ki, baxın 1 cüt, 2 cüt, 3 cüt, 2 də burada elektron verəndə bu doğru olmayacaq. Ona görə ki, uşaqlar, xlorun heç vaxtı 8 elektronu ola bilməz. Baxın, burada 1 cüt, 2 cüt, 3 cüt, 2 də güya təki var. 6-ın üstünə 2 gələndə 8 elektron belə bir şey neyə bilməz? Ola bilməz. Xlorun 8 elektronu yoxdur. Xlorun sonu NS2 MP5'dir. 7 elektrondur və burada 2 dənə nöqtə yox, 1 dənə nöqtə olmalı idi. Bir dənə tək elektron bu verməli idi, bir dənə də bu verməli idi. Və bir qat rabitə yaranmalı idi. Tək qat və o rabitədə kovalent necə rabitə olmalı idi? Qeyri-polar rabitə. Ona görə də xlor molekulundan söhbət gedəndə molekulun valenti 1-dir, tək qat rabitəyə görə və bəsit maddələrin oksidləşmə dərəcəsi 0-dır. Bir valent hardan gəldi? Çünki xlor atomları arasında bir dənə rabitə var. O da kovalent hansı rabitədir? Qeyri, yazmışam da ora, polar rabitə. Sonra keçirik 24-cü suala.